aiddir. Mərcimək, lobya ya da qurudulmuş lobyalar da var, noxud. Və yaxud da müxtəlif meyvələr də yenə öz növbəsində vitaminlərlə zəngindir. Amma unutmamaq lazımdır ki, B12-ni biz əksərən bitki mənşəli qidalardan, yox, heyvan mənşəli qidalardan alırıq. Buna görə də veganlarda B12 əksikliyi çox tez-tez görülən durumlardan biridir və onlar bunu substitute etmək məcburiyyətində qalır, yəni ekstra olaraq daxil edirlər bədənə. Və bəzi durumlar var ki, bunlara xüsusilə diqqət yetirməliyik. Məsələn, qanaxmanın olduğundan əlavə bədəndə yenə elə vəziyyətlər var ki, gizli-gizli qan itirik. Bu ən çox qadınlarda görülən haldır və dəmir əksikliyi anemiyasına da səbəb olur. Bu isə menstruasiyadır. Belə ki, menstruasiya zamanı qadın orqanizmi hər bir halda qan itirir və bu uzun müddətdə dəmir əksikliyi anemiyasına gətirib çıxara bilər. Və yaxud da müəyyən yaşdan sonra xüsusilə daha çox görülən mədə-bağırsaq xəstəlikləri